Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Ebil Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Salam əziz izləyicilər, xoş gördük sizləri Kur'anın diliyle proqramında. Bildiyiniz kimi biz keçən verilişimizdə Allahın sevmədiyi şəxslərdən danışırdıq. Və bu ayəni sizin üçün oxuduq. Euzubillah və qatilu fi sabilillahillezine yuqatilunakum və la ta'tadu. İnnallaha la yuhibbul mu'tadin. Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun. Lakin həddi aşmayın. Allah həddi aşanları sevmir. Pəs Allahın sevmədiyi şəxslərdən biri də həddi aşan şəxslərdir. Allah bu şəxsləri sevmir. Biz keçən verilişimizdə fi səbilillah kəlməsi üstə dayandıq ki, dedik ki, bizim döyüşməyimiz də, bütün işlərimiz də Allah yolunda olmalıdır. Və ikinci kəlmə ki, onun üstündə dayanmağa dəyər və onun haqqında izah verməyə dəyər, bu kəlmədir ki, yuqatilunakum. Yəni sizinlə vuruşanlarla kəlməsidir. Sizinlə vuruşanlarla ifadəsi də aydın, bu ifadədən ümumiyyətlə aydın olur ki, bu göstəriş silaha əl atanlarla vuruşmağı göstərir bizə. Nəinki silaha əl atmayanlar. Silaha əl atmayanlar bu zümrəyə daxil deyil. Yəni düşmənlər döyüşə başlamayınca müsəlmanlar, siz onlara hücum etməməlisiniz. Siz onlara hücum etməyin. Ayənin mənası da çox genişdir. Bu təkcə ələ qılınc alıb döyüşməyə aid deyil. Ayənin mənası çox genişdir. Hər cəhətdən insan, istər sənin əqidəvə kimsə hücum edir, sən özünü müdafiə etməlisən. İstər sənin əxlaqıva kimsə hücum edir, istər sənin dinivə kimsə hücum edir, sən müdafiə etməlisən. Bu ayənin mənası çox genişdir. Həmçinin bu ayədən belə məlum olur ki, dinc əhali xaricdir bu sözdən. Buyurur ki, yuqatilunakum, sizinlə vuruşanlar. Qadınlar ki, səninlə vuruşmurlar. Bəs qadınlar gərək amanda qalmalıdır. Uşaqlar səninlə ki, vuruşmurlar. Uşaqlar gərək amanda qalsın. Qocalar, xəstələr, onlar ki, səninlə vuruşmurlar, onlar gərək amanda qalsın. Sonra döyüş meydanında düşmənə qarşı ədalətə riayət etməyi də tövsiyə edərək buyurur ki, lakin həddi aşmayın. Və bu həddi aşmayın kəlməsi bizim bütün dediklərimizi əhatə edir. Həddi aşmaq təkcə müharibədə deyil. İnsan gərək heç bir şeydə həddi aşmasın. Hətta yaxşı şeylərdə belə. İnşallah, əgər vaxtımız çatsa bir ayədə oxuyacağım. Allah hətta orada da deyir həddi aşma. Həddi aşmaqlıq təkcə müharibəyə aid deyil. Bəli, bu müharibəyə aid olan ayənin ardında gəlib. Amma digər ayələrdə də Allah təala buyurur. Ya eyyuhellezine amenu la tuharrimu tayyibati ma ahallallahu lakum və la ta'tadu. İnnallaha la yuhibbul mu'tadin. Ey iman gətirənlər, Allahın sizə halal buyurduqlarını haram etməyin və həddi aşmayın. Çünki Allah həddi aşanları sevmir. Maidə surəsinin 87-ci ayəsində. Təkcə buradadır? Xeyr. Ayrı bir yerdə də buyurur. Bu Əraf surəsinin 55-ci ayəsində. Əuzu billah ad'u rabbakum tadarruan və xufiyatan innehu la yuhibbul mu'tadin. Buyurur ki, Rəbbinizə yalvara, həm də gizlicə dua edin. O həddi aşanları sevmir. Dua ki, baxın, deyir, birinci əd'u, əmr eləyir ki, dua edin. Necə? Tədarruan, yalvara, dua edin. Yəni, qışqıra yox. Bəli, hər bir məkanın və zamanın öz tələbi var. Ola bilər ki, bəzi yerlərdə
Sənə vacibdir ki, gəlin möhkəm dua eləyəsən ki, başqaları da eşitsin, amin desin. Bu ayə bunu demək istəmir. O oranın tələbidir. Bu ayə onu demək istəyir ki, yəni dua edəndə də özünü göstərmə. Sən özünü göstərəndə qışqıra-qışqıra dua edirsən. Bəziləri Peyğəmbərin də yanında qışqıra-qışqıra dua edirdi. Peyğəmbər onlara göstəriş verirdi. Dedi, siz elə bir şəxsdən istəyirsiniz ki, o həmişə sizi eşidir və sizi görür. Yəni, karla danışmırsan ki, o həmişə sənin yanındadır, səni eşidir, səmirdir, bəsirdir, görür, eşidir. Bəs yavaş dua elə. Bəli, dua eləməyin qaydası bəzi yerlərdə gizlin dua olunmalıdır. Bəzi yerlərdə yox, aşkar dua olunmalıdır. Amma dua eləyəndə də həddi aşmamalıyıq. Baxın, təkcə həddi aşmaqlıq müharibədə deyil. Bəzi yerlərdə, bundan qabaq oxuduğum ayədə, bəziləri Allahın halalını özünə haram edirdilər. Peyğəmbər çıxıb xütbə eləyir məsciddə. Deyir, əgər buna layiq olsa, gərək mən bu işləri eləyəm. Mən bu işləri eləmirəm. Mən hər gün oruç tutmuram. Mənim də ailəm var. Ailəmlə yaşayıram. Səhərdən axşama qədər, axşamdan səhərə qədər namaz qılmıram. Başqa işlər də var, onlara da çatmaq lazımdır. Yəni, heç bir şeydə hədd aşırmamalıdır. Məhz bu səbəbdən İslam müharibələrində çox saylı əxlaqi məqamlara riayət edilməsi də tövsiyə edilmişdir. Biz bundan danışırdıq ki, yuqatilunakum, sizlərlə döyüşənlər, yəni silahı yerə qoyanlar, təslim olanlar, onlar gərək amanda qalsınlar. Nəhsül Bələğədən də bir şey deyim. Nəhsül Bələğədə Əli əleyhissalam Siffin müharibəsi başlamamışdan əvvəl bunları öz sahabələrinə, döyüşçülərə tozih verirdi. Nə deyirdi? Buyururdu ki, Əli əleyhissalam buyurur ki, Nəhsül Bələğədə, onlar, yəni Şam qoşunu, sizinlə döyüşə başlamayınca siz müharibə etməyin. Çünki Allaha şükür olsun ki, sizin haqq olmağınız barədə dəlil və sübutlarınız var. Sizin onlar döyüşə başlamayınca, onlarla müharibəyə başlamamağınız onların ziyanına və sizin xeyrinizə olan digər bir dəlil sübutdur. Buna görə də Allahın əmr və istəyi ilə məğlubiyyətlə üzləşsələr, yəni düşmənlər, üzləşsələr, qaçanları və yaralıları öldürməyin. Zəif və acizlərə zərbə vurmayın. Qadınları hətta sizi söysələr belə, başçı və böyüklərinizə nalayiq sözlər desələr də belə, incitməklə təhrik etməyin. Baxın, bu da Əli əleyhissalamın demək olar ki, bu ayənin bir hissəsinin təfsirini bütün döyüşçülərinə bəyan edir. Ki, bu şeylərdə həddi aşmayın. Onlar sizinlə vuruşmayın da siz onlarla vuruşmayın. Yəni, qadınlar, uşaqlar, acizlər, yaralılar amanda qalsın. Bu şeyləri Əli əleyhissalam bəyan edir. Allah Taala bizi həqiqi İslamın qayda qanunlarına riayət edənlərdən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.